İmam Məhəmməd Təqi əleyhissalamdır zahirən. Uşaq ikən imamlıq verildi ona. Abbasi xəlifəsi gəlir, uşaqlar da yolda oynayırdılar. Və bilirlər ki, xəlifə gəlir. Xəlifənin gəldiyini görəndə uşaqlar qaçırlar. Deyir, imam dayanır, qaçmır. Xəlifə gəlir, soruşur uşaqdan ki, sən niyə görə? Bilmir ki, bu məsum imamdır. Sonradan bilir. Deyir, sən niyə qaçmadın? Uşaqlar qaçdı. Deyir, axı, mən niyə qaçım ki? Qaçan adam iki şeyə görə qaçır. Bir buna görə qaçır ki, cinayəti var, taxsırı var, ona görə qaçır. Bir də buna görə qaçır çəkilir ki, yer dardır, yəni gələnə yer verir. Mən niyə qaçım çəkilim qırağa? Taxsırım yox. Maşallah, yolda o qədər genişdir ki, yəni yol var da getməyə. Baxır ki, bu nə hikmətli kəlam dedi. Sonradan deyir, xəlifə biləndən sonra ki, bu məsum imamdır. Sonralar yenə də məsum imamla, İmam Məhəmməd Təqi əleyhissalamla danışdığı zaman ona belə bir söz deyir. Deyir ki, ağa, sən bizim yanımıza get-gəl eləmirsən. Sən bizim yanımıza arada gəl, get. Deyir ki, mən sizin yanınıza niyə görə gəlim? Birinin yanına nə üçünsə gedərsən. Mən deyir, dünya istəmirəm ki, sizin yanınıza gəlim. Ahirət istəyirəm, ahirət həvəsindəyəm. Sizin yanınızda da ahirət yox. Yəni, məni sizin yanınıza gətirəcək nəsə bir şey yoxdur. Dünya istəsəydim, sizin yanınıza get-gəl eləməyimin mənası olardı. Çünki dünya istəyirəm, axı, dünya da sizin yanınızda. Ahirət də sizin yanınızda deyil. Bəs mən niyə gəlim gedim sizin yanınıza? Deyir, xəlifə görür, həqiqətən də bunda böyük hikmətlər var. Sonra onun bu hikmətlərin və elmi məclislər qurur xəlifə sonradan və imam onların hamısına elmi məsələlərə cavab verdikcən aşkar olur ki, həqiqətən bu məsum imamdır. İmam Rıza əleyhissalamın oğlu İmam Məhəmməd Təqi əleyhissalamdır.